Salam əziz Bakı Medianın dəyərli izləyiciləri. Bugünkü mövzumuzda yenə də növbəti sualla sizin qarşınızdayıq. Bu gün də şəhərdə Əcəmi tərəfdəyik. Bu gün də yeni bir sorğu-sual keçirdik. Sorğumuzun adı belədir ki, ideal kişi necə olmalıdır? Şəhərdə qarşımıza çıxan insanlardan, qadınlardan və bəylərdən soruşacağıq. Görək bu fikrə, bu suala necə yanaşırlar. İnşallah ki, gözəl bir video olar, maraqlı bir video olar. Videomuzu bəyənməyi, like eləməyi və aşağıdan çıxan Instagram, TikTok, YouTube hesablarımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik. Burada belə bir sorğu-sual keçirdik. Mövzumuzun adı belədir. İdeal kişi necə olmalıdır? İdeal kişi bugünkü gündə evdəkiləri ilə yaxşı davranan və evinə həmişə çörək qazanan, belə evdəkilərini heç kimə möhtac eləməyən ideal kişi bu olmalıdır və bugünkü gündə belə deyə bilərəm ki, məncə bir şey deyim, bizim kişilərimizin çoxusu getdi Qarabağda şəhid oldu və qazilərimizdir kişilər və əsl kişi evinə çörək qazanan, həmişə yaxşılıq eləyən və yaxşılığından heç vaxt vaz keçməyəndir. Həmişə yaxşı davranan, pis davranmayan və bugünkü gündə yəni mən sözümü tamamlayıram və mənim Allahdan bir arzum var. Allahdan o arzum odur ki, Allah mənə də o şəhidlik məqamını nəsib eləsin. Çox gözəl vurguladınız. Var olun, Allah razı olsun. Salam, hər vaxtınız xeyir, axşamınız xeyirli olsun. Hər vaxtınız. Necəsiz? Çox sağ olun, yaxşı. Sizin narahat edən Bakı Medianın müxbiri Fuad Qulzadədir. Bugünkü mövzumuz şəhərdə belədir ki, ideal kişi necə olmalıdır? İdeal kişi həyat yoldaşına hörmət eləməlidir. Hörmət də qarşılıqlı olmalıdır. Həyat yoldaşına hər işdə kömək eləməlidir. Ev işlərində demirəm, maddi vəziyyətdən, maddi cəhətdən ailə canlı olmalıdır, ailəsinə bağlı olmalıdır. Mənim fikrimcə ideal kişi belə olmalıdır. Lap gözəl, çox sağ olun, Allah razı olsun. Sağ olun, çox sağ olun. Salam, hər vaxtınız xeyir, axşamınız xeyir. Axşamınız xeyir. Necəsiz? Çox sağ olun. Bakı Medianın müxbiri Fuad Qulzadədir sizin narahat edən. Bugünkü mövzumuz şəhərdə sorğu-sual keçirdik. Mövzumuzun adı belədir. İdeal kişi necə olmalıdır? İdeal kişi ailəsinə baxan, ailəsini sevən, ailəsini qoruyan. Məncə belə. Çox təşəkkür edirəm. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Salam edək. Necəsiz? Şükür, yaxşıyam, siz necəsiz? Allah köməyiniz olsun. Bakı Medianın müxbiri Fuad Qulzadədir sizin narahat edən. Bugünkü mövzumuz şəhərdə sorğu-sual keçirdik. Sorğumuzun mövzusu belədir. İdeal kişi necə olmalıdır? İdeal kişi evinə çörək aparan, əziyyət çəkib, evinə pul aparan, ailəsinə baxan, ailəsinə hörmət qoyan. Yəni belə olmalıdır. Yəni başqa heç nə. Allah köməyiniz olsun. Çox təşəkkür edirəm. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Sağ olun, yaxşıyam, siz necəsiz? Allah köməyiniz olsun. Bakı Medianın müxbiri Fuad Qulzadədir sizin narahat edən. Bugünkü mövzumuz sorğu-sual keçirdik. Sorğumuzun mövzusu belədir. İdeal kişi necə olmalıdır? İdeal kişi heç nə, evinə bitkə çörək aparan, ailəsinə hörmət qoyan olsun. Yəni başqa heç nə, yəni burada nə var ki, ideal kişi özünü tanıyan oğlan olsun. Всё, başqa heç nə. Çox təşəkkür edirəm. Minnətdaram, çox sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Axşamınız xeyir, necəsiz? Axşamınız xeyir, yaxşı olasınız. Allah köməyiniz olsun. Bakı Medianın müxbiri Fuad Qulzadədir sizin narahat edən. Bugünkü mövzumuz şəhərdə sorğu-sual keçirdik. Mövzumuzun adı belədir. İdeal kişi necə olmalıdır? İdeal kişi, mənə görə ideal kişi özünü, ailəsini heç kimə möhtac etməyən, evinə çörək pulu qazanıb apara bilən kişi ideal kişidir. Çox təşəkkür edirəm. Siz sağ olun, yorulmayasınız. Hər vaxtınız xeyir, axşamınız xeyirli olsun. Necəsiz? Hər vaxtınız xeyirli olsun. Sağ olun, çox sağ olun, minnətdaram. Allah köməyiniz olsun. Beləncə Bakı Medianın müxbiri Fuad Qulzadədir sizin narahat edən. Bu günləri şəhərdə sorğu-sual keçirdik. Mövzumuzun adı belədir. İdeal kişi necə olmalıdır? İdeal kişi məsələn çox bir çəkmək olar. Bizim igid oğlanlarımız, qəhrəmanlarımız, milli qəhrəmanlarımız, Polad Həşimov, Mübariz İbrahimov kimi igidlərimiz, milli qəhrəmanlarımız bunların hamısı ideal kişilərdir. Biz bu günlərin müharibə olsa, həyatda elə igid insanlarımız çoxdur. Mən elə başa düşürəm ki, Silahlı Sərmanov, o Mübariz İbrahimov kimi qəhrəman adını alan insanlarımız çox yetişibdir, hazırda da var. İdeal kişilər belə olmalıdır. Çox təşəkkür edirəm, minnətdarlığım. Sağ olun, minnətdaram, çox sağ olun. Bəli, Bakı Medianın dəyərli izləyicilər, bugünkü mövzumuzun sorğu-sualını da keçirdik. Çox gözəl bir video. Növbəti videolarda görüşənədək hələlik.